Uşaqlar, bilirik ki, feilimiz 3 zamanda olur. Birinci, keçmiş zaman. İkinci, indiki zaman. Üçüncü, gelecek zaman. Uşaqlar, keçmiş zaman hadisənin artıq olub keçdiyini, yəni artıq baş verib bitdiyini bildirir. Deməli, şəkilçiləri hansılardır? D, di, du, dü. Sonra nəqli keçmiş zamanda, mış, şuurlu keçmiş zamanda. Nədir d, di, du, şuurlu keçmiş zamanda. Nəqli keçmiş zamanda, mış, mış. Bir də bu keçmiş zaman şəkilçiləri, baxın, d, di, du, dü. Mış. Bilmiyorum, oku sakitçe dikkatli olsun. İlk zaman şekilsi. Yani hadiseler hal-hazırda indi baş verirse, hadise hal-hazırda indi cərəyanlərisi deməli artıq indiki zamandan söhbət gelir. Dört variantdır. Gələcək zaman ise hadisənin hələ baş vermədiyini, yəni hələ baş verəcəyini, baş verib, deməli baş verəsidir. Onu bildirir. Şəkilçisi, acaq, əcək. Bir də ar var, ar, əl, məsələn. Bu da qeyri-qəti gələcək zaman, buna da ayət verəcəm zaten. Baxın, biz hər zaman, məsələn, sonunda d-du-nu görəndə, mış-mışı görəndə, bu görəndə, deyir ki, bu keçmiş zamanı, tamam. Bu hissəsini bildiyi, məsələn, bunu nə deyirəm? Deyirəm ki, gəldi. Gəl sözün kökü, d, du, nədir? Keçmiş zaman şəkilsi. Yəni, şuudu keçmiş zaman. D, du. Və yaxud deyirəm ki, baxıb. İçində ıb varsa, bax sözün kökü, ıb nədir? Keçmiş zaman şəkilsi. Və yaxud deyirəm ki, oxumuş. Və yaxud da oxumuşdur. Oxumuşdur. Oxu ki sözün kökü, mış. Keçmiş zaman şəkilçisi. Deyir, o oxumuşdur. Bu şəxs sonudur, baxın. Baxın, uşaqlar, indi biz və yaxud da məsələn, indiki zamanı deyirəm ki, oxuyur. Baxın, oxu sözün kökü, duasın. Oxu sözün kökü. Siz burada yer çaşdıra bilər. Biz demişdik, bitişdirici samitlərimiz n, y, s. 3 dənə bitişdirici samitimiz var. N, y, s. Şəkilçinin kökə birləşir, onları ortasına girir, birləşdirici, bitişdirici rolunu oynayır. Buradakı y bitişdirici samitdir. Üründə indiki zaman şəkilçisi. Oxuyur. Hadisə nə vaxt baş verir? Hal-hazırda. İndi oxuyur da. Yazır, baxır və yaxud da oynayır. Orada y yerində bitişdirici samitdir, oyna sözün kökü, y bitişdirici samit. Görür, bəli, görür. İndik zaman. Çəkir. Çək sözün kökü, indik zaman. Deməli, harada gördümsə, indiki zamandır. Amma indi gizli məqamı deyəcəm sizə. Hissəcikdən zaman olanda harada fərqləndirir, onu da deyəcəm. Bildik ki, indiki zamanı ki, oxuyur, yazır, baxır, oynayır, yatır. Bunlar hamısı, yəni içində varsa nədir? İndiki zaman şəkilçisi. Bir də var deyirəm ki, hadisə ilə baş verməyibdir. Deyirəm ki, mən məsələn deyirəm ki, mən sizə gəlirəm. Bu hansı zamandır? Gəlirəm, indi gəlirəm. Mən içində var. Gəlirəm. Amma deyirəm ki, sizə gələcəm. Buna bu cür verilən, bax, bu şəxs sonuna verildi. Bəli, gələcəmsə, gəl sözün kökü, mən gələcəm da, hələ gələcəm. Sadəcə sonu şəxs sonuna verildi. Və yaxud da, o sizə, oradan söylədim, o sizə gələcək. Çünki özünü söyləməzliklə mən. O sizə gələcək. Gəl sözün kökü, acaq, əcək, nədir? Gələcək zaman şəkilçisi. Və yaxud o söz verib ki, bugündən sonra dərslərini oxuyacaq. Oxuyacaq, oxu sözün kökü, acaq, əcək, nə oldu? Gələcək zaman şəkilçisi. Və yaxud da uğur qazanacaq.
biz qazanacağıq. Birinci şəxsin cəmində biz uğur qazanacağıq. Orada nə oldu? Yenə də gələcək zaman şəkilçisi. Biz qazanacağıq. İçində acı əcək keçdi. Biz qazanacağıq. Yaxşı. İndi bir də var ki, içində baxsan ki, məsələn, deyir ki, o yox, bax, oxumuşdu. Aşıq, bunun içində biz nəyə nəzərən dedik ki, keçmişdə? Yox, bax, indi artıq bu serisi söyləyəcəm. Yəni, anladacağım ki, necə olacaq. Baxın, o oxumuşdu. Diqqətlə qulaq asın. Oxu sözün kökü. Bir sirri yadda saxlayın. Bir sözdən iki dənə zaman ola bilməz. Hadisə ya indi baş verir, ya keçmişdə baş verir, ya gələcəkdə baş verir. Bir hadisənin içində iki dənə zaman ola bilər. Mən ya indi oxuyuram, ya nə vaxt oxuyacağım da. Bax, diqqətlə qulaq asın. Oxu sözün kökü. Mış, 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 mış. Nə gibi keçmiş zaman? Burada bir durdu var ha. Deyəsən mənim keçmiş zaman xeyr. Bu, bizim üç dənə istəciyimiz var. İyi, iyiymiş, iyiysə. İstəciyimiz. Nəyimiz var? Üç istəciyimiz. Bunlar nədir? İstəcik. Bunlar gəlir zamandan sonra gələndə, saitin biri düşür, şəxs sonluq olaraq, o yəni sonluq olaraq uyğunlaşdırır. O oxumuş iyiydi mənasındaydı. Sadəcə orada düşür, onun birindən oxumuş iyiydi, indi burada şəxs sonluğuna uyğunlaşmış. Buradakı du nədir? Hissəcik. İyiymiş, iyiydi hissəciydi. Sadəcə orada bu hissəyə uyğunlaşdı, saitə uyğunlaşdırıldı və birinci saitə düşürdü. Yəni oxumuş iyiydi mənasını verir. Burada mış. Nə bir keçmiş zaman şəkilçisidir. İndi oxumuşmuş. Bu oldu zaman. Birinci zaman gəlməlidir. Varsa orada zamanın birinci. Birinci zamanı götürürəm. Sonra hissəciyi götürürəm. Deməli burada mış oldu zaman. Hansı zaman? Keçmiş zaman. D oldu orada artıq D oldu nə? Zaman yox. Hissəcik. Hissəcik. Və yaxşı birim deyirəm. Deyirəm ki oxuyurdu. Keçmiş. Bax yenə tələsdi. Oxuyurdu. Keçmiş zaman. Niyə keçmiş zaman? D'unu görüb niyə keçmiş zaman götürdük? Bir məqsədli davranaq da. Oxu sözün kökü. Y bitişdirici sami. Ir, ur, ür. Hansı zamandır? İndiki zaman. Hər zaman birinci zaman gəlir də. Və bir sözdə iki zaman ola bilməz deyə biz artıq ir, ur, birinci götürdük zaman olarak. Hansı zaman oldu? Ir, ur, indiki zaman. Artıq du nə olacaqdır? Hissəcik. Bu oldu nə? Zaman. Deməli sözüm hansı zamanda oldu? Hansı zamanda oldu? İndiki zamanda. Və yaxud deyirəm ki oxuyacaqdır. Ben gələcək zaman. Yox, Gələcək zaman. Bir dəqiqə izahını verin, bəli. Gələcək zaman. Nə mən? Oxu sözün kökü. Ben gələcək zaman. Y bitişdirici sami. Acaq, əcək. Gələcək zaman. Buradaki D-si çaşdıra bilərdim. Qaçıb gelip axırdan götürə bilərdiniz ki, müəllim, burada D vardı, mən bunu keçmiş zaman götürürüm. Xeyr. D isə hissəcik. Hissəcik. Aydın oldu. Və yaxud deyirəm ki, məsələn, oxuyacaqmış. Ben keçmiş zaman. Gələcək zaman. Niyə keçmiş zaman? Oxu sözün kökü. Y bitişdirici sami. Acaq, əcək, gələcək. Mış geridə mən bunu artıq zaman götürə bilərəm. Deyərsən müəllim, mış zamanın var da, keçmiş zamandır. Mən gedim elə olur. Xeyr, axırda sözündə bir dənə zaman ola bilər. İki dənə zaman heç vaxt yan-yana gələ bilməz. Deməli, birincidə zaman gəldisə, ikincidə geriyə qalan nə olacaqdır? Hissəcik. Hansı hissəcik? İyiymiş hissəcik. Aydın oldu. Deməli, zamanım oldu. Acaq. Artıq mış hissəsi oldu nə? Hissəcik. Aydın oldu.